Salam əziz şagirdlərim. Bugün məqsəd və intonasiyaya görə cümlənin növləri ilə izahlarımıza davam edirik. Gəlin başlayaq. Hər bir cümlə müəyyən məqsədlə işlədilir və bu məqsədləri çatdırmaqda intonasiya mühüm rol oynayır. Beləliklə məqsəd əsas, intonasiya vasitədir. Məqsədə və intonasiyaya görə cümlənin 4 növü var. Nəqli cümlə, sual cümləsi, əmr cümləsi, nida cümləsi. Gəlin nəqli cümlə ilə davam edək. Nəqli cümlə əşya, hadisə, əlamət haqqında məlumat vermək məqsədi ilə işlədilir. Belə cümlələr adi tonla deyilir. Nəqli cümlənin sonunda adətən nöqtə qoyulmuş olacaq. İlin qış günlərindən biri idi və s. Gördüyümüz kimi adi tonla deyildi və cümlənin sonunda nöqtə qoyuldu. Nəqli cümlələr məqsəd və intonasiyaya görə başqa cümlə növləri ilə müqayisədə daha çox işlənir. Nəqli cümlələr ismi və fe'li xəbərli ola bilər. Onun kitabları stolunun üstündə idi. İsmi xəbərli. Yıldırım çaxaraq daşın şiş təpəsini parçaladı. Fe'li xəbərli. Yadımızda saxlayaq ki, nəqli cümlənin xəbəri heç vaxt əmr şəklində ola bilməz. Baxın, testlərdə qarşınıza çıxacaq. Bunu mütləq şəkildə yadınızda saxlayın. Nəqli cümlənin xəbəri heç vaxt əmr şəklində ola bilməz. Sual cümləsi ilə izahımıza davam edək. Sual vermək, məlumat almaq və məlumatı dəqiqləşdirmək üçün işlədilən cümlələrə sual cümləsi deyiləcək. Baxın, 3 məqsədlə deməli istifadə edilir. Sual vermək, məlumat almaq və məlumatı dəqiqləşdirmək üçün biz sual cümləsindən istifadə edirik. Və baxaq burada diqqətlə, sual cümlələri 3 yolla yaranacaq. Diqqət edin. Sual əvəzliyi ilə əmələ gələn sual cümlələri, sual ədədləri ilə əmələ gələn sual cümlələri və yalnız sual intonasiya ilə əmələ gələn sual cümlələri və belə cümlələr sual əvəzlikləri və sual ədədlərinin iştirakı olmadan qurulmuş olur. İndi sual əvəzlikləri ilə əmələ gələn cümlələrə nəzər yetirək. Azərbaycan nə zaman müstəqillik qazanmışdır? Baxın, nə zaman? Ədəbiyyatımızda dramaturgiyanın əsasını kim qoyub? Hansı tarixi şəxsiyyətləri tanıyırsınız? Burada gördüyümüz kimi sual əvəzliklərinin də köməyi ilə yaranıb dediyimiz hər 3 cümlə. Bir də yadınızda saxlayın ki, sual əvəzliyi ilə əmələ gələn sual cümlələri və sual ədədləri ilə əmələ gələn sual cümlələrində də sual intonasiyası var. Sual intonasiyası var. Yadınızda saxlayın, qələm yaxşı yazmadım. Sual intonasiyası var. Qeyd edirsiniz özünüz üçün ki, həm sual əvəzlikləri ilə əmələ gələn, həm də sual ədədləri ilə əmələ gələn sual cümlələrin də hər birində sual intonasiyası olur. İndi sual ədədləri ilə əmələ gələn sual cümlələrinə baxaq. Şəhərdən məktub alırsanmı? Bəs onların dərsliyi var. Yəni bunu öyrənmək o qədər çətindir. Məgər bu torpaq əcdadlardan yadigar deyilmi? Baxın, burada da gördüyümüz kimi sual ədədlərini mən sizin üçün işarə elədim ki, o hissələrə daha diqqət edəsiniz. İndi yalnız sual intonasiyası ilə əmələ gələn cümlələrə baxaq. Sən xəmsəni oxumusan? Xəmsəyə daxil olan poemaların adını bilirsən? Onların məzmunu haqqında məlumat verə bilərsən? Sabah yola düşür, siz gedəcəksiniz. Baxın, bunları da yadınızda saxlayın. Ola bilər ki, bu dediyimiz 3 yol bir cümlədə işlənsin. Məsələn, bəs bu işləri kim görəcək? Baxın burada. Bəs, kim və burada da 3-cü sual işarəsini görürsünüz. Yəni ki, burada həm sual əvəzliyi kim, həm sual ədatı bəs, həm də intonasiya işlənmiş oldu. Baxın, belə olanda biz bu cümlələrə nə deyəcəyik? Hər 3 vasitənin iştirak elədiyi sual cümləsinə biz kompleks sual cümləsi, bax yadınızda saxlayın. Kompleks sual cümləsi deyəcəyik. Hansı vasitə ilə düzəlməyindən asılı olmayaraq, bütün sual cümlələrində az və ya çox dərəcədə sual intonasiyası olur. Bəzən sual əvəzi işlənsə belə, həmin cümlədə sual intonasiyası əmələ gətirməyə bilər. Əsasən bu 2 halda mümkün olur. Tabeli mürəkkəb cümlədə sual əvəzi bağlayıcı söz kimi işlənəndə, kim istəsə o da gəlsin. Bir də sual əvəzi işlənmiş sadə cümlədə cümləyə təsdiq və inkar ədədləri ilə cavab vermək mümkün olduqda. Uşaqların hara getdiyini bilirsən? Bəli və ya xeyr. İndi gəldik əmr cümləsinə. Əmr, istək, xahiş, təklif, nəsihət və s. bildirən cümlələrə əmr cümlələri deyiləcək. Əmr cümlənin xəbəri bir qayda olaraq feilin əmr şəklində olur. Məsələn, təbiəti qoru, insanları sev, keçmişi unutmayın və s. Əmr ədədləri da əmr cümlələrinin qurulmasında iştirak edir. Qoy tez gəlsin, de cavab ver və s. Əmr cümlələrinin sonunda nöqtə qoyulur. Daha sonra davam edək. Nida cümlələri ilə izahlarımıza davam edək. Nida cümlələrindən yadımızda saxlayaq ki, nida cümləsi nəyə deyilir? Yüksək hiss və ya həyəcanla deyilən cümlələrə nida cümlələr deyilir. Nə? Yüksək hiss və həyəcanla deyilən cümlələrə nida cümlələr deyilir. Və xüsusi qeyd olaraq yadınızda saxlayın ki, nəqli, sual və əmr cümlələri yüksək intonasiya ilə deyiləndə nida cümləsinə çevrilir. Nə? Bax, nəqli, sual və əmr cümlələri, nəqli, sual, əmr cümlələri yüksək intonasiya ilə deyiləndə nida cümləsinə çevrilir. Nida cümləsi həyəcanlı vurğu ilə müşayiət olunur. Nida cümləsi 2 yolla yaranır. Yalnız intonasiya ilə və nidaların köməyi ilə. Bura vətəndir intonasiya. Ah, necə keyf çəkməli əyyam idi. Burada isə nidanın köməyi ilə yaranmış olacaq. Nida cümlələri nidaların iştirakı olmadan da formalaşa bilər. Və ya nəqli, sual və əmr cümlələrində də nidalar ola bilər. Başqa sözlə, nidanın işlənməsi heç də həmişə nida cümləsi yaratmır. Bunu yadınızda saxlayın. Aha, deməli sən də gəlirsən, sual cümləsi. Paho, məni də çağırıblar. Nəqli cümlə. Ey, bura gəlin, əmr cümləsi. İndi keçək sadə cümlənin şəxsə görə növlərinə. Sintaksisdə şəxs deyəndə mübtəda nəzərdə tutulur. Cümlənin şəxsə görə növləri də mübtədanın olması və ya onun təsəvvür olunması dərəcəsinə görə müəyyənləşir. Sadə cümlənin şəxsə görə növləri mübtəda və xəbər əsasında formalaşaraq 2 yerə bölünür. Xəbər əsasında formalaşır, mübtəda əsasında formalaşır. Mübtəda əsasında formalaşanlar bir dənə artıq cümlədir. Xəbər əsasında formalaşanlar müəyyən şəxsi cümlə, qeyri-müəyyən şəxsi cümlə, ümumi şəxsi cümlə və şəxsiz cümlədir. İndi davam edirik müəyyən şəxsi cümlələrlə.
Mübtədası və xəbəri iştirak edən cümlələr müəyyən şəxsi cümlələr. Bax nə oldu? Mübtədası və xəbəri iştirak edən cümlələr müəyyən şəxsi cümlələrdir. Məsələn, həyat mübarizədir. Doğan günəş mavi dənizi öz rənginə boyamışdı. Biz hər yay kəndə gedərdik. Akşin dərs əlaçısıdır və s. Gördüyümüz kimi hər birinin mübtəda və xəbəri var. Altından da gördüyümüz kimi mübtəda və xəbərin işarəsi qoyulub, müəyyən elədi. Yəni bunların hər birinin mübtədası və xəbəri var. Deməli nədir? Müəyyən şəxsi cümlədir. Müəyyən şəxsi cümlələrinin bir qismində mübtəda olmasa da onları xəbərdəki bax nəyə görə şəxs sonluqlarına görə bərpa eləmək olur. Məsələn, dərsdən evə qayıdırdım. Bax, kim? Mən. Kitabları qaytarmağı unutma. Kim? Sən. Dərsdən sonra uşaqlarla kitabxanaya getdik. Kim? Biz. Yarışa yaxşı hazırlaşarsınız. Kim? Siz. Mənə bir stəkan çay gətirdi. Burada mənə olmadı. Mənə bir stəkan çay gətirdi. Kim o? Baxın burada nə gördük? Gördüyümüz kimi hər birində mübtəda, bax görünməsə də, yazılmasa da, mübtəda olmasa da, amma biz onu xəbərdəyi şəxs sonluqlarına əsasən müəyyən eləyə bildik. Və verilən cümlələrdən aydındır ki, birinci və ikinci şəxsin tək və cəmi, eləcə də üçüncü şəxsin təki asanlıqla bərpa olunan mübtədasız cümlələr də nə olacaq? Müəyyən şəxsi cümlələr hesab olunacaq. Belə cümlələr əsasən mübtədası daha çox birinci və ikinci şəxsdə olmalı olan cümlələrdir. Təbii ki, belə buraxılmış mübtədaları xəbərdəki şəxs sonluqlarına görə asanlıqla bərpa eləmək olacaq. Baxın, biz burada şəxs sonluğuna baxaraq müəyyən eləyək. Bax, dünən çox işlədim. Kim? Mən. Meşədən xeyli odun yığdıq. Kim? Biz. Rabitəli mətnlərdə isim və müxtəlif ismi birləşmələrlə ifadə olunmuş mübtədalar da buraxıla bilər. Bax, nə zaman? Rabitəli mətnlərdə isim və müxtəlif ismi birləşmələrlə ifadə olunmuş mübtədalar da buraxıla bilər. Belə mübtədaları da mətnin əvvəlki hissəsinə görə bərpa edib yerinə qoymaq olur. Müəyyən şəxsli cümlələr ikinci dərəcəli üzvlərin iştirakı baxımından müxtəsər və geniş ola bilər. Müxtəsər yəni nədir mənası? Müxtəsər, geniş və müxtəsər. Müxtəsər o deməkdir ki, yəni burada mübtəda və xəbərdən ibarət olacaq. Geniş olanda nə olur? İkinci dərəcəli üzvlər artıq işlənmiş olacaq. İndi baxaq nümunələrimizə. Nümunələrimizdə deyir ki, Muxtar getdi. Baxın, təhlil edək. Getdi. Kim Muxtar? Mübtədamız var, var. Xəbərimiz var, var. Deməli, bu nə oldu? İkinci dərəcəli üzv iştirak etmədikdə nə oldu? Müxtəsər olmuş oldu. İkinci dərəcəli üzv eləyəndə isə geniş olmuş olacaq. Gülnarənin oyuncaqları lap təzədir. Burada təzədir. Xəbər, Gülnarənin oyuncaqları isə mübtəda. Mübtədamız var, xəbərimiz var. Bəli. Burada isə lap köməkçi nitq hissəsidir. Burada nə oldu? Deməli, mübtəda və xəbərdən ibarət oldu, müxtəsər oldu. Gedirik, xəbərdən ibarətdir. Bəli, bu da oldu müxtəsər. İndi baxaq görə genişlərə aid nümunələrə. Biz sabah rayona gedəcəyik. Gedəcəyik biz haraya? Rayona. Nə zaman? Sabah. Gördüyümüz kimi burada da ikinci dərəcəli üzvlər var. Bu gün müşavirə olacaq. Rəşid ağıllı tələbədir. Bunların hər birində də ikinci dərəcəli üzvlər iştirak etdiyinə görə deyirik ki, genişdir. Müəyyən şəxsi cümlələrin xəbəri bütün şəxs və cəmiyyətlərdə ola bilər. Bunu da yadımızda saxlayırıq və qeyri-müəyyən şəxsi cümlələrlə izahımıza davam edirik. Hərəkət və hökmün qeyri-müəyyən şəxsə aid olduğunu bildirən cümlələrə qeyri-müəyyən şəxsi cümlələr deyəcəyik. Qeyri-müəyyən şəxsi cümlə xəbər əsasında formalaşır, mübtədası olmur. Bax, mübtədası olmur qeyri-müəyyən şəxsi cümlələrin. Belə cümlələrin xəbəri üçüncü şəxsin cəmində olur. Nədə olur? Üçüncü şəxsin cəmində olur. Məsələn, yarış keçirirdilər. Baxın, kim? Dəqiq deyil, qeyri-müəyyən şəxs və ya qrup. Deməli, bu nə oldu? Qeyri-müəyyən şəxsi cümlə oldu. Uşaqları qonaq çağırmışdılar. Baxın, kim? Qeyri-müəyyən şəxsdir və ya qrup. Ona görə bunlar hər biri nədir? Baxın, gördüyümüz kimi xəbəri üçüncü şəxsin cəmindədirlər, varlar var. Belə cümlələrdə işi icra edən əsasən bir qrup şəxsdən ibarət olur. Lakin onlar qeyri-müəyyən olur. Həmin cümlələrdə diqqəti cəlb edən, işi icra edən deyil, işin özüdür. Bu cəhətdən belə cümlələrdə mübtəda şəxsiz cümlədən fərqli olaraq təxmin oluna bilər, amma konkret şəkildə bərpa olunan, yerinə qoyula bilməz. Qeyri-müəyyən şəxsi cümlələrdə çox zaman elə bil, sanki, güya ki, deyəsən və sair modal sözlərindən də istifadə olunmuş olur. Elə bil onu yuxudan oyatdılar. Baxın, üçüncü şəxsin cəmindədir xəbəri. Sanki onu döymüşlər. Üçüncü şəxsin cəmindədir. Qeyri-müəyyən şəxsi cümlələr də müxtəsər və geniş olur. Deyirdilər, müxtəsər, deyirdilər bax ki, bu işdə bizə kömək edəcəklər. Baxın, burada birinci hissə deyirdilər, olacaq müxtəsər, bu işdə bizə kömək edəcəklər, olacaq geniş. Onları nazirliyə dəvət etmişdilər. Bu isə gördüyümüz kimi nədir? Qeyri-müəyyən şəxsi cümlədir və genişdir. Qeyri-müəyyən şəxsi cümlələrin müxtəsər olma imkanları məhduddur. Bu cümlələrin müxtəsər forması əsasən mürəkkəb cümlənin tərkib hissələrində olur. Nə dedik? Belə cümlələrin müxtəsər forması əsasən mürəkkəb cümlənin tərkibində işlənir. Baxın, bayaqlarda burada dedik. Deyirdilər ki, bu işdə bizə kömək edəcəklər. Baxın, birinci tərəfinə gördük. Deyirdilər, müxtəsər, mürəkkəb cümlədir və mürəkkəb cümlənin tərkib hissələri arasında biz əsasən qeyri-müəyyən şəxsli cümlənin müxtəsər olma imkanını əsasən burada görürük. Mürəkkəb cümlənin tərkib hissələri arasında. Daha sonra qeydimizə baxaq. Qeydimizdə deyir ki, xəbəri üçüncü şəxsin cəmində olan bütün cümlələr qeyri-müəyyən şəxsli cümlədir fikrini bizə versələr, bir mənalı olaraq yanlış götürürük. Çünki ola bilər ki, cümlənin xəbəri üçüncü şəxsin cəmində olsun, amma o cümlənin mübtədası olsun. Əgər o cümlənin mübtədası varsa, biz ona qeyri-müəyyən şəxsli deyə bilmərik. Artıq bu müəyyən şəxsli cümlə olmuş olacaq.
Məsələn, işçilər şəhərə yola düşdülər. Baxın, burada düşdülər. Kim? İşçilər. Cümlənin xəbəri də var, mübtədası da var. Deməli, nə oldu bu? Müəyyən şəxsi oldu. İndi keçək ümumi şəxsi cümlələrə. Hərəkət və ya hökmün hamıya aid olduğunu bildirən sadə cümlələrə ümumi şəxsi cümlələr deyilir. Ümumi şəxsi cümlələr xəbər əsasında formalaşır və mübtədası olmur. Demək, indiyəcən öyrəndik müəyyən şəxsi, qeyri-müəyyən şəxsi də ümumi şəxsi. Dedik ki, müəyyən şəxsi cümlənin mübtədası olur. Buraxıla da bilər, biz ondan asanlıqla bərpa edə bilirik. Qeyri-müəyyən şəxsi cümlələrdə də dedik ki, bunlarda mübtəda olmur. Gəldik ümumi şəxsi cümləyə. Ümumi şəxsdə də dedik ki, mübtədası olmur. Belə cümlələrin xəbəri ikinci şəxsin təki və üçüncü şəxsin cəmində olur. Bax, bu üçüncü şəxsin cəmində hissəsini qeyri-müəyyən şəxsi ilə qarışdırmayın. Ümumi şəxsi cümlə olanda, baxın, burada hamıya sözünü gördük. Ümumi şəxsi cümlədə hamıya aid olmalıdır. Amma qeyri-müəyyən şəxsdə nə dedik? Qeyri-müəyyən olur burada da müəyyən bir şəxsə və ya qrupa aid olmuş olacaq. Qeyri-müəyyən şəxs və ya qrup. Burada isə hamıya artıq götürəcək. Yaxşı. Əsasən də atalar sözləri və məsələlər, aforizmlər bu cümlələrlə ifadə olunur və hərəkət, hökm hamıya aid olmuş olacaq. Dostu dar gündə sınayarlar. Kim? Hamı. Amma biz məsələn qeyri-müəyyən cümlə desək, məsələn yarışı keçirirdilər. Kim? Bax burada hamı yox, dəqiq deyil. Qeyri-müəyyən şəxs və ya qrup keçirdi. 100 öt bir bit. Kim? Təkcə sən yoxsa hamı? Təbii ki, hamı. Bunlar hər biri ümumi şəxsi cümlədir, qeyri-müəyyən şəxsi cümlələr deyil. Qarışdırmırıq bunları, dedim. Ümumi şəxsdə iş hamıya aid olur, qeyri-müəyyəndə isə qeyri-müəyyən şəxsi cümlədə qeyri-müəyyən şəxs və ya qrupa aid olmuş olacaq. Bütün atalar sözləri, məsələlər, aforizmlər ümumi şəxsidir. Fikri yanlış olacaq. Nəyə görə? Təbii ki, mübtədaya görə. Əgər bir cümlədə mübtəda varsa və o hamıya aiddirsə, biz onu ümumi şəxsi götürə bilmərik. Əgər mübtəda varsa, olacaq müəyyən şəxsi. Məsələn, dost dar gündə tanınır. Bu bildiyimiz kimi atalar sözüdür. Və burada kim? Dost. Mübtəda var. Mübtəda varsa, bu da müəyyən şəxsi cümlə. İndi gəlin müəyyən və qeyri-müəyyən şəxsi cümlələr, ümumi şəxsi cümlələr haqqında sxemimizə nəzər yetirək. Sabahçı iclasa yaxşı hazırlaşarsan. Bax, kim? Sən. Oldu müəyyən şəxsi. Məktəbdə yığıncaq təşkil etmişdilər. Kim? Onlar. Bax, burada qeyri-müəyyən şəxsidə. Nə dedi? Təsəvvür edə bilsək də mübtədanı. Amma biz onu bərpa edə bilmərik, yerinə qoya bilmərik. Burada görürük ki, xəbər üçüncü şəxsin cəmindədir, mübtəda yoxdur, deməli nədir? Qeyri-müəyyən şəxsi cümlədir. Birinci cümlədə konkret olaraq gördük ki, ikinci şəxsin təkindədir. İkinci cümlədə isə gördük ki, qeyri-müəyyən şəxs nədir? Üçüncü şəxs, qeyri-müəyyən şəxsi cümlədir və üçüncü şəxsdədir. İndi bax, ümumi şəxsi cümlələrə. İstirahət zonasında çoxlu xarici turistlərlə qarşılaşırsan. Kim? Sən yoxsa hamı? Hamı. Qaçanı qovmazlar. Kim? Hamı. Hər iki cümlədə gördüyümüz kimi hərəkət və hökm təkcə iki və ya üçüncü şəxslərə deyil, hamıya aid olmuş oldu. Ona görə də nədir? Bunlar ümumi şəxsi cümlələr sayıldı. Qeydlərimizə nəzər salaq. Qeydlərimizdə deyir ki, bizə qeyri-müəyyən şəxsi cümlədə çoxluq işi görürsə, bax, çoxluq. Ümumi şəxsi cümlədə isə hamıya aid olmuş olur. Məsələn, onu səhər saat 6-da məktəbə çağırdılar. Bir işi, yəni çağırmağı bir şəxs yox, bir qrup şəxs edir. Amma anadan belə laqeyd danışmazlar. Burada danışmamaq bir nəfərdən yox, hamıdan tələb olunmuş olur. Ona görə birinci dediyimiz cümlə qeyri-müəyyən şəxsi, ikinci dediyimiz cümlə isə ümumi şəxsi cümlə sayılacaq. Ümumi şəxsi cümlələr daha çox geniş cümlə şəklində olur. Mürəkkəb cümlə tərkibində müxtəsər ümumi şəxsi cümlə işlənə bilər. Məsələn, oxuyarsan, adam olarsan. Qeyri-müəyyən şəxsi və ümumi şəxsi cümlələrdə xəbərlərinə görə mübtədanı onlar və sən şəklində bərpa eləmək cəhdləri düzgün deyil. Baxın, qeyri-müəyyən şəxsi və ümumi şəxsi, qeyri-müəyyən şəxsi və ümumi şəxsi cümlədə xəbərlərinə görə mübtədanı onlar və sən şəklində bərpa etmək cəhdləri düzgün olmaz. Fikir təhrif olunmuş olar. Çünki belə cümlələrdə söhbət heç də konkret şəxsdən və ya şəxslərdən deyil, qeyri-müəyyən şəxslərdən və ya ümumilikdən, hamıdan söhbət getmiş olacaq. İndi müqayisəmizə də baxaq. Müqayisəmizdə deyir ki, uşaqları gəzintiyə aparacaqlar. Qeyri-müəyyən şəxsi cümlədir. Burada oyadan gedib, yanlış da aparan olmalıdır. Aparan ya konkret məlum deyil, ya da onun kimliyi haqqında məlumat vermək istəmirlər, bunu lazım bilmirlər. İkinci cümlədə isə verir ki, onlar uşaqları gəzintiyə aparacaqlar. İndi cümlə müəyyən şəxsi oldu. Artıq əvvəlki cümlədən fərqli olaraq, burada da texniki olaraq səhvlik gedib, aparanlar məlumdur. Hətta bu aparanların konkret hansı şəxslərdən ibarət olması da məlumdur. Çünki onlar əvəzi məhz subyektlər əvvəlcədən konkret məlum olanda işlədilir. Cümlənin xəbəri üçüncü şəxsin cəmindədirsə, həmin cümlədə mübtəda yoxdursa, fikir ümumiləşdirilmirsə, həmin cümlə qeyri-müəyyən şəxsi cümlədir. Əgər o cümləyə onlar əvəzliyi artırılsa, həmin cümlə müəyyən şəxsi cümləyə çevriləcək. Ona görə də müəyyən şəxsi cümlədə üçüncü şəxsin cəmində mübtəda buraxılmamalıdır. Əks halda qeyri-müəyyən şəxsiyə çevriləcək. Eyni halı ümumi şəxsi cümlə üzərində də müşahidə eləmək olar. Məsələn, gərək ayağını yorğanına görə uzadasan. Xəbərin ikinci şəxsin təkində olmasına istinad edərək mübtədanı sən dedikdə, bax, sən şəklində bərpa eləsək, sən gərək ayağını yorğanına görə uzadasan. Burada bu cümlə alınacaq və yəni cümlədə fikir əsasında
təhrif olunmuş olacaq. Cümlə təhrif olunacaq. Belə ki, əvvəlki cümlə ümumi şəxsidə hamiyə aid olan, qayda halını almış hökmdən söhbət gedirdi. Mübtədası bərpa olunmuş formada isə hökm konkret olaraq bir şəxslə, ikinci şəxslə bağlı olmuş olacaq. Yəni, subyektlərin, şəxslərin əhatə dairəsi keçirdilmiş olacaq. Ümumən belə əvəz etmələr düzgün sayılmır, çünki fikrin təhrif olunmasına gətirib çıxarmış olur. Bu qeydləri də yadınızda saxlayarsınız. Bir də yadımızda saxlayaq ki, ümumi şəxsi cümlələr ancaq fe'li xəbərli ola bilir. Gəldik indi şəxsiz cümlələrə. Mübtədası olmayan, təsəvvür olunması da qeyri-mümkün olan sadə cümlələr şəxsiz cümlələrdir. Şəxsiz cümlələr də xəbər əsasında formalaşır və mübtədası olmur. Xəbər üçüncü şəxsin təkində olur. Şəxsiz cümlələr xəbərlərin ifadəsinə görə iki cür olur. İsmi xəbərli şəxsiz cümlələr, fe'li xəbərli şəxsiz cümlələr. Belə cümlələr bir qayda olaraq da iki cürdür. İndi baxaq birinci ismi xəbərli şəxsiz cümlələrə. Səhərdir, qış axşamı idi, baharın ilk günlərindən biri idi, isti yay günlərindən biridir, vaxtdır, çox gecdir, kənddə toydur, hələ tezdir, bu gün ayın 3-üdür və s. Fe'li xəbərli şəxsiz cümlələrə baxaq. Xəbəri şəxsiz feillərlə ifadə olunan şəxsiz cümlələr, xəbəri frazoloji birləşmələrlə ifadə olunan şəxsiz cümlələr deyə iki qrupa böləcəyik. Sənədlərə baxıldı, dağa yürüş edildi. Bunlar baxın gördüyümüz kimi şəxsiz feillərlə ifadə olunur. Frazoloji birləşmələrlə ifadə olunanlar, mənim ona yazığım gəlir. Yazğı gəlmək. Müəllimin onun cavabından xoşu gəldi, xoş gəlmək. Ona rəhmim gəlir. Ondan zəhləm gedir. Bunlar isə frazoloji birləşmələrlə ifadə olunmuş şəxsiz cümlələrdir. Şəxsiz cümlələr də müxtəsər və geniş ola bilir. Vaxtdır, müxtəsər, səhərdir, müxtəsər, səhərin gözəl vaxtı idi. Müxtəsər, ulduzlu bir yay gecəsi idi. Geniş, indi belə sözlərə əhəmiyyət verilmir, geniş. Qeyd olaraq bunu da yadınızda saxlayın. Testlərdə sizə kömək edəcək ki, məsdər plus olmaq strukturda xəbərli cümlə də şəxsiz cümlə sayılır. Məsdər plus olmaq strukturda xəbərli cümlə də şəxsiz cümlə sayılır. Bunları oxumaq olmaz. Nə oldu? Şəxsi cümlə olmuş oldu. İndi gəldik adlıq cümləyə. Adlıq cümlə də çox rahatdır. Əşyanın, hadisənin adını çəkməklə onun mövcudluğu haqqında məlumat verən sadə cümlələrə adlıq cümlə deyilir. Adlıq cümlələrin xəbəri olmur. Onlar mübtəda əsasında formalaşır. Adlıq cümlələrdə yazılı ədəbi dildə, bədii, xüsusən dram əsərlərinin remarkalarında, publisistik əsərlərdə istifadə olunur. Məsələn, Qarabağ, Şuşa qalası, Cıdır düzü, At çapan igidlər və s. Adlıq cümlələr də müxtəsər və geniş ola bilir. Məsələn, ilin əvvəlləri müxtəsər, yanvar ayı müxtəsər, Novruzun son çərşənbəsi müxtəsər, gözəl bir yay gecəsi geniş, şəhərin kənarında 2 mərtəbəli bir bina geniş. İndi gəlirik söz cümlələrə. Sadə cümlələr sintaktik cəhətdən təhlil etmə, yəni üzvlənmə imkanlarına görə iki cür olur. Üzvlənən cümlələr, bir də üzvlənməyən cümlələr. İndiyə qədər öyrəndiyimiz sadə cümlələr üzvlənən cümlələr idi. Yəni həmin cümlələri təhlil edib üzvlərinə ayırmaq olur. Dildə kəmiyyətcə belə cümlələr daha çox işlədilir. Əslində bunlar dil üçün səciyyəvi olan normal cümlələrdir. Lakin dilimizdə elə cümlələr də var ki, onlar tərkib hissələrinə, cümlə üzvlərinə ayrılmır, yəni üzvlənmir. Onlardan ümumən cümlə üzvü olmur. Məsələn, dərslərində oxumusan, əlbəttə, burada gördüyümüz kimi əlbəttə üzvlənmir. Söz cümlə də, baxın, söz cümlə də üzvlənməyən cümlələrdəndir. Bir sözdən ibarət olub üzvlənməyən cümlələrə söz cümlələr deyilir. Belə cümlələr çox vaxt dialoqda, sual cümlələrinin cavabı kimi işlənilir. Məsələn, yəqin bu yerləri birinci dəfə görürsünüz. Bəli, söz cümlələrin ifadə vasitələri hansılardır? Təsdiq və inkar ədatları, bəzi modal sözlər və nidalar. Yadımızda saxlayaq. Söz cümlələrin ifadə vasitələri hansılar oldu? Təsdiq və inkar ədatları, bəzi modal sözlər, nidalar. İndi baxaq ədatlarla bəli, yox, xeyr, hə, əsla ifadə olunan söz cümlələr. Məsələn, səhər bizimlə gedəcəksənmi? Xeyr. Elnuru yaxşı tanıyırsan? Yox, hə, bəli, xeyr, əsla. Modal sözlərlə əlbəttə, bəlkə də olsun ki, şübhəsiz, şəksiz, sözsüz, yəqin ki, ehtimal ki, ifadə olunan söz cümlələrə baxaq indi də. Sabahki iclasda çıxış edəcəksənmi? Yəqin ki. İşləri qurtardınmı? Əlbəttə. Nidalarla ifadə olunan söz cümlələr. O günləri xatırlayırsanmı? Qeyd olaraq yadınızda saxlayın ki, cavab cümlələrdə modal söz, ədat və nidaya bir üzvlənən söz, mübtəda, xəbər, tamamlıq əlavə edildikdə həmin cümlə söz cümlə hesab olunmur. Çünki mübtəda üzvlənir, xəbər üzvlənir, tamamlıq gördüyümüz kimi nədir? Hər biri bir cümlə üzvüdür. Bizə də lazımdır ki, söz cümlədə üzvlənməyən olsun, üzvlənməyən. Bax, hansılardır? Təsdiq və inkar ədatları, bəzi modal sözlər, nidalar söz cümləyə aid nümunələrdir. Baxın, bunları işlədə bilərik. Məsələn, deyək ki, işlərinizi sona çatdıra biləcəksiniz. Sən desən, əlbəttə desən oldu söz cümlə. Amma buna çatdıracaq artırsan, artıq bu söz cümlə sayılmayacaq. Modal sözə əlbəttə üzvlənmə elementi xəbər əlavə olunduğu üçün artıq bu cümlə söz cümlə sayılmır. Bu cümlə söz cümlələrdən fərqli olaraq üzvlənən cümlələrdir. Yəni onların tərkibində müəyyən cümlə üzvləri olur. Bu cümlədəki çatdıracaq xəbərinə əsasən mübtədanı bərpa edə bilərik. Deməli, nədir? Müəyyən şəxslidir. Söz cümlə xitabla da işlənə bilər. Əgər xitabla da işlənsə, biz buna söz cümlə deyəcəyik. Çünki xitab da bildiyimiz kimi üzvlənmir. Dərslərində oxumusan, əlbəttə ana,
Xitab cümlə üzvü olmadığından bu cümlədə üzvlənmə ünsürü yoxdur. Yəni əlbəttə ana söz cümlədir. Əgər sual cümləsi sual əvəzlikləri ilə formalaşıbsa, həmin cümləyə söz cümlə ilə cavab vermək mümkün olmayacaq. Bax, əgər sual cümləsi sual əvəzlikləri ilə həmin formalaşıbsa, biz həmin cümləyə söz cümlə ilə cavab verə bilmərik. Baxın, sən hara gedirsən, hara sual əvəzliyi var. Biz ona söz cümlə kimi bəli, xeyr, hə, yox, əlbəttə, yəqin ki, deyə bilmərik. Konkret yer deməliyik. Gəncəyə. Gəncəyə də harada yer zərfliyi olmuş olacaq. Sonra mürəkkəb cümlə gəlir. Bu günlük izahımız bura qədər. Sağ olun, hansı mövzunun izahını istəyirsinizsə şərh bölməsində qeyd edə bilərsiniz.